ən fəzilətli əməllərdən biri, bəlkə də birincisi bu gecə bir üstü açıq yerdə hündürlüyü olsa lap yaxşı olsa. Olmasa elə üstü açıq bir yerdə bir insan üzü qibləyə dayansın, sağa sola və göyə baxsın, desin Əssalamu aleykə ya Əba Abdillah, Əssalamu aleykə və rəhmətullahi və bərəkatuh. Bunu bir-iki cümlədir. Əssalamu aleykə ya Əba Abdillah, Əssalamu aleykə və rəhmətullahi və bərəkatuh. Kim bunu eləsə, elə bil peyğəmbərlərin hamısı ilə görüşüb, onları ziyarət edir. Çox fəzilətlidir. Müqəddəratın təyin olunmasında Qədr gecəsindən əlavə bu gecənin də önəmi var. Hətta deyirlər ziyarətlər də bu gecə yazılır. Ziyarət arzusunda olanlar o gecədə dua eləsinlər, ziyarət. Başqa nə hacətləri var, dua eləsinlər. Şabaniyyə münacatını oxumaq yaxşıdır. İmam Zamanın öz ziyarəti var. 100 dəfə təsbihat ərbəə deyə bilərsiniz. Subhanallah və elhamdülillah və la ilahe illallah və Allahu Ekber. Bunu 100 dəfə demək olar. İstiğfar eləmək olar. Öz dilinizdən kimin gücü nəyə çatır? Çox fəzilətli, gözəl gecədir. Ona Bərat gecəsi də deyirlər. Duaların qəbul olduğu gecə.